Birinci sualda at first ifadəsi də əvvəlcə deməkdir. In the shade olmalıdır mütləq, çünki bütün hava şəraitləri gündə, kölgədə, yağışda, qarda hamısı inlə işlənir. Kölgə ağacın kölgəsidir. Yellow child, the shade of a big tree. Yellow child of işlədirik. While müddətdir, müddət də for ilə işlənir. For a while sabit birləşmədir. 2-də deməli has been to England olmalıdır. Haradasa olmaq. Have been to ilə işlənir. Və that time-da tək anlayışdır. Hərəkətin başlanğıc vaxtıdır. Tək anlayışla da since işlənir və cavab C variantıdır. Həm də ki, since bitmiş zamanın da göstəricisidir. Oradan da tapmaq olar. Üçüncü sualda get in touch. Birinci boşda in qoyuruq. In touch with, yəni ki, bu da sabit söz birləşməsidir. In touch with, kiminləsə əlaqədə olmaq. Ona görə cavab B variantıdır. Dördüncü sualda absent from-dan işlənir. Sonra da ki, last, next, this, every, bunlar hamısı boş işlənir. Ona görə cavab A olur. 5-də a bunch of flowers'dır. Bu partitivdir. Nə ondan öyrəndiyimiz, ona görə of-la işləməlidir. Sonra stolun üstündə də on the table və evin küncüdürsə, içəridən küncdürsə in the corner of the room. 6-da he usually takes his sons out for a walk. For a walk hazır birləşmədir. For a walk gəzintiyə getməkdir. In the park və kənddəki at weekendsdir. On weekdays, at weekend. Cavab olur B variantı. 7-ci sualda apologize kiməsə müraciət edib üzr istəyəndə, yəni şəxs olanda to olur, amma etdiyinə görə üzr istəyəndə fordur. İndi burada da apologize for breaking the window. But the owner of the house olur. Çünki owner sahibdir, house da evdir. Evin sahibi yəli çaldıdır, of olur. Və axırıncıda da pay for it. Yəni qırıq pəncərəyə görə ödəniş eləməkdir. Nəyəsə görə ödəniş edirsənsə for-la işlənir və cavab olur A variantı. 8-də take care of your health-dır. Take care of hazır birləşmədir. O birisi də ki get into trouble with. Bu da hazır birləşmədir. Get into trouble with something. Neylənsə əlaqədar problemə düşmək. 9-da we shall meet Friday deməli gündür. On Friday. Sonra yenə də ayın tarixi gəlir. On the 11th of November. Yenə də ayın tarixidir deyə 10. Ayla günün arasında da of işlənir və cavab olur D variantı. 10-cu sualda on fire ifadəsidir. O alov içində deməkdir. On fire sabit birləşmədir. Və deyir ki, yaxşı olar ki, we had better. Yaxşı olar ki, neyək? Out of it. Onun içindən çıxıb gedək də out of içindən çıxaq. A variantı olur. 11-də 90 və 93-cü il 2 dənə il, 2 dənə zaman kəsimi, 2 dənə saat olanda from to ya da from till qoyulur. O da Y variantıdır. 12-ci sualda biz bilirik ki, ölkələr falan inlə işlənir. Amma tez burada in qoymaq olmaz, çünki burada have been feili var. Have been falan yerdə olmuşam deyəndə ancaq to ilə işlənməlidir. Has been to the USA. Yəni ki, bu have been-in tələbidir ki, to tələb eləyir. 3 years-dəki müddətdir, cəm ifadədir, cəm anlayışlarına for işlənir. Çünki falan müddətdə deyəndə for qoymalıyıq. 13-cü sualda deyir ki, qatar başlayır, yəni yola düşür saat 7:10-da. Falan saatda deyəndə at qoyuruq. Sonra, so you had better be at the station. Stansiyada olmalısan. Müvəqqəti məkanlar at olur. Saat 7-yə stansiyada olmalısan. Yəni falan vaxta qədər ora çatmalısan. Orada by qoyuruq və cavab olur C variantı.
Saatlar bilirik də, ümumiyyətlə zaman anlayışları bir çox söz önlərlə işlənir. Həmin saatda, həmin saatdan əvvəl, həmin saata qədər, həmin saatdan sonra çox şeylə işlənə bilər. Əsas mənaya görə qoyuruq onu. 14-cü sualda burada küçə adı görürük. Küçə adları ətlə olur və ikinci tərəfdə tərcümə ilə olan opposite, yəni opposite tərcüməyə görə qoyuruq ki, sinema ilə üzbəüzdür məktəbimiz, opposite. Və cavab olur B variantı. 15-ci sualda deməli April aydır. Ayları illə verə bilərik. Və ikinci tərəfdə də ayın tarixidir. Ayın tarixləri də necə olur? Gün olduğu üçün on, the 10th və günlə ay arasında mütləq of olur. The 10th of April və cavab olur B variantı. 16-cı sualda deyir ki, bizim təyyarəmiz indi Londonda. Yəni ki, ölkə, şəhər, kənd in qoyduq. In London. Sonra midnight. Bax, biz C və Y variantı arasında qalaq da. Midnight ətlə ola bilər, amma inlə ola bilməz. Buna görə C səhvdir. Amma biz dedik ki, zaman mənalı sözlər, bax, o saatdan əvvəl, o saatdan sonra yeni belə şeylər qəbul edə bilər. Ona görə biz in midnight deyə bilmərik, amma after midnight deyə bilərik. Gecə yarısından sonra və o biri tərəfdə də saat var. At 2:30. Yəni 2-dən yarım saat keçəndə. Bax, belə cavab Y variantı olur. 17-ci sualda asan yeri ikinci tərəfdir. Her birthday. Yəni gündür deyə 10 qoyuruq. Deməli ya A-dır, ya da D-dir. Hədiyyələr kimdən alıb? Dostlarından, dostlarından çıxışlıq alıb. Dostlarından ona gəlib hədiyyə. Ona görə from qoyuruq və cavab olur A variantı. 18-ci sualda deyir ki, quş uçub gəldi, evin harasına? İçinə girdi də, into. Hardan gəlib girdi? Pəncərədən. Pəncərədən gəlib keçdi. Nəyəsə içindən keçib getməyə through olur. Və hansı pəncərə imiş? Left open by the children. Uşaqlar tərəfindən açıq qalmış pəncərə. Uşaqlar tərəfindən açılıb, baxır, burada passivlik var. Ona görə by qoyuruq və cavab olur A variantı. 19-da you must immediately go to him olmalıdır. Onun yanına getməkdir, istiqamətdir. Go to him and give him. Deməli, give-lə insan yan-yana olanda, bu indirect object yan-yana olanda boş işlənməlidir. Give him. Full information about the accident. Bura tərcümə ilə qoyulur. Hadisə haqqında məlumat və cavab olur A variantı. 20-də in England olmalıdır. Ölkədir in. Sonra begins at the end of. Bu da sabit birləşmədir. At the end of. Və cavab olur C variantı. 21-də they arrived at the airport. Yəni qapalı məkandır. Arrive at-lə olur kiçik məkanlarda. Sonra in time, just in time vaxtında çatdı. In time, bir də on time ikisi də var. Without any problems, burada da any göstərir ki, without qoyula bilər burada. Without özündən sonra məsələn some yox, any tələb edir. Heç bir problem olmadan gəlib çatdılar və cavab olur A variantı. 22-ci sualda go for walk işlənir. Deməli, birinci boşluqda for olur. Weekday gündür, ondan işlənir. Weekend isə ətlə işlənir. Ona görə də cavab C-dir. 23-də join his friends boş işlənməlidir. They went to the forest olmalıdır. Getdilər, istiqamət verməliyik. To the forest and walked there a few hours. Görürsünüz, camanlaşdı, forla olmalıdır. Müddəti bildirir. For a few hours, bir neçə saat gəzdilər deyir. Və cavab olur D variantı. 24-də he says you never answer his questions. Boş olmalıdır. Answer feil kimi işlənibsə, deməli özündən sonra boşluq tələb edir. Answer his questions and always laugh at olmalıdır. Laugh at gülməkdir, sabit birləşmədir. Tell lies və ya tell a lie, yəni
Tək də ola bilər article-la, cəmdə ola bilər article-sız, amma sözünü olmur. Tell lies. Yəni tell boş işlənir də, sözünlüyə ehtiyac yoxdur. Və cavab olur B variantı. 25-də he was speaking on the phone. Deməli, telefondur, elektron vasitələr on the phone olur. When I entered the room, enter da boş işlənir və cavab olur C variantı. 26-cı sualda deyir ki, she had no one to leave the baby with olmalıdır. Burası məna testi deyil, ikinci tərəfdə də with olmalıdır. Deyir, heç kəs yox idi ki, uşağı onun ilə qoyub getsin. Ona görə də qonşusu ilə qoyub getdi. Yəni ikisinə də with lazımdır. Bu sabit birləşmə deyil, ancaq tərcümə testidir. 27-də deməli, I saw the little boy climbing up the tree olmalıdır. Climb up sabitdir, çünki qalxırsa yuxarı qalxır. Sonra hiding himself among the branches, burası tərcümə ilə qoyulur, sabit deyil. Ki, yəni budaqların arasında gizlənmişdi və any'yə görə də without qoyacaq, without any. 28-ci sualda insanın təxmini yaşını bildirəndə of işlənir, sonra əvəzliklə surprise olanda to verilir, to my surprise, to our surprise və look for age işlənir, ona görə də cavab A variantıdır. 29-da the office he works at olmalıdır da, work at the office-də sadəcə yerlər dəyişibdir. Yəni birinci boşluğa at qoyuruq. Long way from his house. From olur, yəni uzaqdır, evindən uzaqdır. From his house. He goes there on foot. Sabit birləşmədir, on foot piyada deməkdir və cavab olur B variantı. 30-da he looked at him olacaq, kiməsə baxdı. In surprise, təəccüb içində. With wonder. Demək, in surprise sabit birləşmədir. With wonder da sabit birləşmədir. In his eyes, yəni gözlərində də qəribə baxış var idi. Yəni qəribə baxış ilə baxdı. With wonder in his eyes. Yəni gözlərin içində belə bir sual, wonder bilmək istəyirəm deməkdir axı. Gözlərində sual işarəsi ola baxdı. Belə çıxır mənası. Deməli, look at sabitdir. In surprise sabitdir. With wonder sabitdir. In his eyes-daki, yəni gözlərinin içində hər hansı ifadə varsa in olacaq. 31-də deməli on my way, burası sabitdir. On my way back from work, yəni geri qayıdıramsa, işdən geri qayıdıram. Burası artıq from məna ilə qoyulur. İşdən qayıdıram, from work. Və a friend of mine, bu da ismi birləşmədir. A friend of mine, of-dan işlənir, yiyəlik mənasını vermək üçün və cavab olur A variantı. 32-ci sualda go on a trip, go on vacation, yəni onunla işlənir. Yəni Fransada istiqamətlidir, to France-dır. Və bu tripdəki kompaniya tərəfindən orqanizə olunmuşdu. Ona görə də by verilir və cavab olur C. 33-cü sualda deməli yanğının səbəbidir. Gəllik haldadır, of verilirdi. Hotel ətlə verilir, at the hotel, yəni otelin içində idi. Və noun, unknown to ilə işlənir, to all və cavab olur D variantı. 34-də when I got home, get home boş işlənir də. Məsələn, get başqa yerə çatanda to olur. Amma home-a görə boşluq qalmalıdır. Home qoymur ki, orada to işlənsin. The door had been opened with 2 olmalıdır. Çünki 2 burada vasitədir. Hansısa hərəkəti etmək üçün istifadə olunan vasitə with ilə işlənir. Qapı açılmışdı, açar ilə with 2. By somebody, kiminsə tərəfindən. Burası artıq passivin bayıdır. Çünki had been opened passive daxil to be participle to. Kiminsə tərəfindən açılmışdı. By somebody. 35-ci sualda approach boş işlənir. Boş olanlar B və D variantıdır. Sonra wait for-dan işlənir və get off. Get off düşməkdir. Get off the train, qatardan düşmək və cavab olur B variantı.
36-cı sualda yeni materialda qeyd etmişəm ki, speak to, talk to, say to, explain to hamısı to ilə işlənir. To olanlar A və Y variantıdır. Sonra I spoke to him only on the phone. Elektron cihazlar ondan işlənir. Və last, next, this, every bunlar boş işlənir. Ona görə cavab Y variantı olur. 37-dən deyir ki, we have a large garden və our house. Yəni, garden harda ola bilər? Near our house ola bilər, in front of our house ola bilər. Ya B variantıdır, ya da Y variantıdır. With a lot of trees. Yəni, burada with olmalıdır, çünki ağacları ilə, yəni ağacı varsa, with olmalıdır. In it, içində. Gardenın içində idi. Into yox. Into içinə deməkdir. In içində. Və cavab olur Y variantı. On 8-ci sualda a group of-la işlənir həmişə. Sonra come-dırsa gəlirlər Moskvadan gəlir. From Moscow. Arrive in Baku. Yox. Bakı airportdur. Bu airport. Bakıya baxmırıq. Bakı bizi aldadır. Airportda arrive at. Airport və midnight-da at-ilə işlənir. Ona görə cavab olur A variantı. 39-cu sualda o deyir ki, Fransa və Brazil hansındansa hansınasa qayıdıb da, yəni ki, istiqamət bir də çıxışlı hal olmalıdır. Çünki bir ölkədən o birisinə gedibdir. Və 2 il yazılıb orada da, 2 ildən sonra qayıdıb. Ona görə də cavab olur A variantı. He returned to France from Brazil after 2 years. 2 ildən sonra o Fransaya, Braziliyadan qayıtdı. İstiqamət Fransada, çıxdığı yer çıxışlı Braziliyadır. Qırxdan, did you go to Germany? Deməli, go to işlənəcək burada. On business hazır birləşmədir. Or for pleasure, bu da hazır birləşmədir. Əyləncə üçün getmişdin. Last summer, last, next, this, every zaman mənasında boş işlənir və cavab olur C variantı. 41-ci sualda birinci tərəfdə December görürük. Aydır. Aylarla in olur. İkinci tərəfdə görürük ki, Christmas'dır. Əslində bayram adları ətlə olur. Amma ki, bayram adı tək başına işlənəndə ət olur. Yəni, at Christmas, at Novruz. Amma bayram adının yanında day, yəni gün, bir də eve, yəni ərəfə sözü olanda onlar günü ifadə elədiyi üçün o da ondan olmalıdır. Ona görə də bunların ikisi də birinci aydı deyə indən olur, ikincisi gündür deyə ondan olur və cavab olur C variantı. İkinci sualda Nelly didn't often write to olmalıdır. Çünki yazırsa kiməsə yazır, istiqamət lazımdır. Ona görə də to. Sonra left'dəki ya boş olur, ya da for olur. Bizdə to olan variantlar A ilə D-dir. Left to olmur hər halda. Left for olur. Və tərcüməsi də bu olur ki, Nelly başqa bir şəhərə köçəndən bəri bizə çox da tez-tez yazmır. Ona görə də cavab A-dır. 43-cü sualda wait for-la işlənir. A, B və C variantlarına baxırıq. At the bus stop dayanacaq ətlə olur. Sonra at the end of ifadəsi də sabitdir. Ona görə cavab olur C variantı. 44-cü sualda saat 6-da deyir at 6 o'clock deməliyik. Stopped at the gate, yəni ki, qapının yanında dayandığı məkan veririk. At the gate də ola bilər əslində. Near the gate, by the gate. Hamısı yanında deməkdə. Sonra o birində deyir ki, we got taksinin içinə yəni oturduq. Burada on it demək olmaz. C variantı getdi. Və went to, go to ilə işlənir. Ona görə də düzgün cavab D variantı olur. Deməli, at 6 o'clock, at the gate, into the taxi, bir də went to.
45-ci sualda climb up-la işlənir. Climb up the wall, jump düşürsə, yəni oradan aşağı düşürsə off işlənir, qoşa off. Çünki off söndürmək, atmaq, çıxarmaq, uzaqlaşmaq mənalarını verir. Into the garden, yəni ki, elə hoppananda bağçanın içinə düşdü. Into the garden. Cavablar Y variantı. 46-cı sualda made of ola bilər, bir də made from-la ola bilər. Hər halda qoşa of-u çıxır, çünki o söndürmək, atmaq deməkdir. Yəni B ilə D dərhal gedir. Və stand dayanmaqdırsa by the lake ola bilər də. Yəni ki, by'ın çox mənası var. Onlardan biri də elə yanındadır. Və yəni ki, by the lake gölün yanında idi. Ev gölün yanında idi. Deməli, ya C'dir, ya Y variantı idi. İndi axırına baxırıq ki, surrounded, was surrounded, passive voice-dir. Ona görə də by ilə olur. By high wall, yəni onu hündür divar əhatə edirdi. Hündür divar tərəfindən əhatə olunmuşdu. Öncə də by olur. Bax belə, yəni ki, made of-la made from-un da belə bir fərqi var ki, məsələn, made of o deməkdir ki, bundan düzəldilib, made of stone, yəni ki, daşdan düzəldilib. Yəni daş necə daş idisə, elə daş olaraq da qalıb. Yəni hazırlandığı şey əvvəlcə necə idisə, elə də qalıbsa, onda of işlənir. Amma from o zaman işlənir ki, o forması dəyişir. Məsələn, deyə bilərsən ki, məsələn, yogurt is made from milk. Yəni süddən düzəldilir qatıq. Və burada artıq südün forması dəyişir. Axı süd olduğu kimi qalmır orada. Əgər bir şey olduğu kimi qalmırsa nəticədə, onda from işlənir. Yox, əgər bir şey elə olduğu kimi qalırsa, onda of işlənir. 47-ci sualda deməli depend on-dan işlənir. Follow isə boş işlənməlidir və cavab C-dir. 48-ci sualda approve of-la işlənir. Fonda of-la işlənir. Ona görə də cavab D variantıdır. Sabit ifadələr də bunun başqa izahı yoxdur. Yəni, sabit ifadələr sadəcə əzbərləmək lazımdır. 49-cu sualda remind of-la işlənir. İkinci tərəfdə isə belong to-la işlənir. Ona görə də cavab C variantı olur. Sabit ifadələr də bunu da yeganə yol ancaq əzbərləməkdir. 'Burada Kraliçə Viktoriyanın hakimlik dövründən söhbət gedir də. It burada reign-in əvəzliyidir də, dövr ərzində baş verib bu ixtiralar, kəşflər. Ona görə də during olmalıdır. Happen to kiməsə, nəyəsə baş verəndə, yəni istiqamət olan what has happened to you, sənə nə baş verib, yəni sənə nə baş verib, what happened to us, bizlə baş verdi bu hadisə. Yəni kim iləsə, nə iləsə, nəsə baş verəndə happen to ilə olur. Amma buradakı it orada reign-in əvəzliyidir. Queen Victoria'nın reign-i, yəni hakimlik müddətində, hakimiyyətdə olduğu müddətdə baş verən kəşflərə görə, yəni onun hakimiyyəti Victorian age deyirlər, deyəsən Victorian dövrü. Yəni orada çox kəşflər olunmuşdu. Ona görə də orada during verirsən. 51-ci sualda deməli all və very polite to Jane olmalıdır. To Jane çünki Jane-ə qarşı hər kəs nəzakətli, gözəl davranırdı. Jane-ə qarşı yəni ki istiqamət verir. To Jane. It seemed to me mütləq olur. Seemed to ilə işlənir. Yəni mənə elə gəlir, ona elə gəlir mənasında seemed to ilə işlənir. Və reason for leaving, yəni getmək üçün səbəb for. Və cavab olur D variantı. 52-ci sualda birincisi ayın tarixidir deyə 10 qoyuruq və arrivedəki ölkə, şəhər, kənd olanda in olur və cavab C-dir.
53-cü sualda happen to ilə işlənir. Deməli, birinci boşluqda to olmalıdır. Answer your question. Yəni, bura boş olur. Çünki answer burada feil kimi işlənibdir. Boşluğu qoydu. Sonra at the end of bu sabit ifadədir. Ona görə də cavab D variantı olur. 54-cü sualda biz sabit birləşmə kimi on the way to bilirik. İndi burada on my way qoyuruq, amma home sözünü qəbul eləmirdi. Orada boş olur. On, boşluq. Walk past deyə bilərik. Walk past, yəni nəyinsə yanından keçib getməkdir. Walk past your office. Amma ki, walk past'ı bilməsək də, yəni on my way home-dan bilirik ki, A variantıdır. 55-ci sualda a slice of bread olmalıdır. Nümerasiya sözləri of-la işlənir. B ilə C variantına baxırıq. Deməli, with a sharp knife, çünki knife, yəni bıçaq orada istifadə elədiyi vasitədir. Vasitələr with-lə işlənir. Give it to. Nəyisə kiməsə vermək istiqamətlidir. To veririk. Özü də ki, give feili obyekt yanında olanda sözün işlənir. Məsələn, give is a child, uşağa vermək. Amma obyekt ortaya başqa söz gəlibdir, it gəlibdir. Obyekt uzaqlaşıb give-dən. Ona görə to verir. Gave it to the child. Bunu materialda qeyd etmişəm. Obyektin yaxın olması və uzaqlaşması. Obyekt yaxın olanda sözünü lazım deyil, uzaqlaşanda amma lazımdır. Və cavab olur C variantı. 56-cı sualda object to ilə işlənir. Yəni birinci boşluqda to olur. Meet boş işlənirdi. Station'da ətlə olur. Cavab Y variantıdır. 57-də he was so late for deyinə olmalıdır. Late for sabit birləşmədir. That his stepmother said to him. Say to ilə işlənir. Deməli, ya D variantıdır, ya da Y variantıdır. Not to enter, enter-də boş işlənir və cavab olur D variantı. 58-ci suala baxaq. It's very bad of you. Yəni bu sən tərəfdən çox pis bir hərəkət idi. Bax belə bir ifadə var. Biri var to be good at, to be bad at. Yəni nəyisə yaxşı bacarmaq və ya nəyisə pis bacarmaq. Burada bacarıqdan söhbət getmir. It's bad of you deməkdir ki, yəni sən çox pis hərəkət eləyirsən. Complain of-la işlənir bu heç şikayət etməkdir. Complain of everything, hər şeydən şikayət edirsən. Bir də orada valideyn sözü var. Yəni ki, sən şikayətini valideynlərinə edirsən. Burada şikayət valideynlərinə gedir. Yönlük hal vermək lazımdır, istiqamət vermək lazımdır. Ona görə də to olur və beləliklə olur. B variantı of və to. 59-da the tourist reached. Reach boş işlənir. The hotel at 2 o'clock saatdə ətlə olur. In the evening, in the morning inlə işlənir və cavab olur C variantı. 60-da the children get presents. Deməli, Christmas təkcə bayram adıdır, tək başınadır. At Christmas olacaq. Və birthday-dəki ondan işlənir və cavab olur C variantı. Deməli, topuşda preposition 61-ci sualda jumped verir və sonra da water. Deməli, əgər bunlar hoppanıblarsa, məsələn, nəyinsə üzərindən hoppanıblarsa, buna jump over verilir. Yəni, jump adətən over-lə işlənir. Amma bu deyir ki, bridge, yəni körpüdən aşağı tullandılar da. Körpüdən aşağı tullandılarsa, bunu off-lə veririk. Bu söndürmək off-u var. O off-dandır. Jump off, yəni hardasa yuxarıdan aşağı tullanmaq mənasını verir. Və into the water, çünki suyun içinə tullanıb düşür də, körpüdən tullanıb suyun içinə düşür. Jumped off the bridge into the water. Bir də jump over ilə jump off-un fərqi nədir? Jump over o deməkdir ki, məsələn, sən zabordan, zabor nə deməkdir? Elə bil bu tərəfdən o tərəfinə hoppanıb keçirsən də, onda jump over verilir. Amma bir yuxarı yerdən aşağı tullananda onda jump off verilir. Məsələn, jump off the tree, yəni ağacdan yerə tullanmaq. Sən də ağacın üstündən bu tərəfindən o tərəfə tullana bilməzsən, axı ona görə over olmaz. Yəni nəyin üstündən bu tərəfindən o tərəfinə tullana bilirsənsə, bunu jump over-lə verirsən. Amma nəyinsə yuxarısından aşağı tullananda off-la verirsən.
62-də our train arrived in New York'dur. Arrive ölkə şəhər olanda in-dən işlənir və after 6 o'clock, yəni saat 6-dan sonra çatdı. Burası artıq mənaya əsasən qoyulur. Yəni ət vermək məcburi deyil saatla, başqa sözündə ola bilər. 63-dən I saw him by chance. Yəni by chance burada hazır birləşmədir və post office-dəki belə qapalı məkanda ətlə olacaq və cavab olur C-dir. 64-cü sualda depend on-dan işlənir. Think-dəki ya of-la ya da about-la işlənir. O da A variantıdır. Depend on, think of. 65-ci sualda reach boş işlənirdi. Travel by land, yəni torpaq yolu ilə nəqliyyat mənasındadır by land və cavab olur Y variantı. 66-cı sualda cut into pieces olur. Bu sabit ifadədir. Nəyisə hissələrə bölmək cut into pieces-lə verilir. Və ikinci tərəfdə before frying, yəni ki, qızartmasından əvvəl. İkinci tərəf ancaq tərcümə məsələsidir. 67-ci sualda car nəqliyyatda, amma nəqliyyatın qabağında başqa söz işlənib deyə orada ancaq in verməliyik, by vermək olmaz. By nəqliyyatla ancaq birbaşa birləşə bilər. Sonra in a taxi, orada da nəqliyyatın qabağında başqa söz var deyə in verilir və hurry'dəki həmişə in a hurry işlənir. 68-ci sualda görürük ki, deməli, əvvəli can you finish the work on Saturday ola bilər və ya by Saturday, till Saturday də ola bilər. Yəni, hər halda ət ola bilməz deyə C variantı çıxır. İndi, deməli, beginning-ə baxırıq və beginning mütləq of-la olur, düzdürmü? Söndürmək of-ları ola bilməz. A ilə Y variantı çıxır, B də çıxır. Yəni, D variantı olur cavab. Yəni, biz bilirik ki, vaxt elə anlayışdır ki, vaxta qədər, vaxtdan sonra, yəni vaxt hər tərəfli anlayışdır. Ona görə orada sabit sözünlər çox az işlənir. Məsələn, on Saturday, till Saturday, by Saturday, after Saturday, before, yəni hər şey ola bilər. Biz sadəcə konkret olan yerlərdən tuturuq və burada konkret dəyişməz olaraq olan yeri nədir? Beginning of the next week və buna görə də yəni biz bütün variantlara çıxıb bir dənə C, D arasında qalsaq, o birinci tərəfdə də Saturday-yə görə əti də çıxırıq, C variantı da çıxır. Yəni qalır by Saturday, by the beginning of the next week və belə. Deyir, şənbə gününə qədər bitirəcəksənmi, bitirə bilərsən? O deyir ki, yox, mən onu gələn həftənin əvvəlinə qədər bitirə bilərəm. Yəni burada qədər verib, özünə vaxt limiti qoyub. 69-cu sualda by mistake-dir, mütləq sabit ifadədir. I opened your pencil instead of my own. İkinci tərəf tərcümə məsələsi deyir, səhvən mən özümünkünün əvəzinə sənin pasilkanı açmışam instead of. 70-də that time, məsələn, inlə ondan ola bilməz. Burada asan yeri wait-dir. Wait for ilə olur. Station-da ətlə işlənir, müvəqqəti məkandır. Və cavab olur Y variantı. Time-ı da ətlə verə bilərik. 71-də if you are interested in learning, sabit birləşmədir, interested in və next, last, every, bu da boş işlənir və cavab olur D variantı. 72-ci sualda birthday ondan işlənirdi, cavab B-dir. Yəni congratulate olmasına baxmayaraq yenə də on işlənir. I congratulate you on nəsə, on occasion, yəni hansısa bir hadisəyə görə səni təbrik edirəm. Yəni orada for qoyulmur qətiyyən. 73-cü sualda deyir, ilk göy rəngli cinslər dizayn olunmuşdur, working clothes, iş paltarı kimi lazımdır burada və kimi sözü də əzdir və kimin tərəfindən? Levi Strauss adlı bir adam tərəfindən və tərəfindən olmalıdır deyə by qoyuruq. Həm də hardan bilirik tərəfindən? Çünki cümlə məchul növdədir, were designed. Məchul növdə isə şəxsin adı veriləndə by ilə verilir. Ona görə cavab A olur. Elə bir dənə məchul növdən tapmaq olar. As da ki, onsuz da kimi deməkdir. 74-cü sualda
on our way. Birinci tərəfdə on olur, çünki on the way ifadəsidir bu. Sonra ikinci tərəfdə isə helped us with what, yəni bizə hansı işdə kömək edirsə, orada with ilə işlənir. Məsələn, helped me with my lessons, dərslərimdə kömək etdi mənə. Orada o ifadələrdə nədəsə kömək etdi ifadələrdə with ilə verilir. 75-ci sualda a moment müddətdir. Müddət də for ilə işlənir və join də boş işlənir. Ona görə də D variantıdır. 76-cı sualda Sunday gündə on veririk. Excursion on ilə işlənir. Go on an excursion deməli by-bus olur. Çünki nəqliyyat vasitəsidir. Arasında da heç bir əlavə söz yoxdur, artikel yoxdur deyib by işlədirik. Cavablar C variantı. Go görən kimi to qoymuyor da. Go on excursion, go on holiday, go on business, go on vacation. Hamısı ondan işlənir. 77-ci sualda watch boş işlənir. Out of sight, out of mind. Yəni gözdən qulaqdan uzaq belə bir ifadə var. Atalar sözü var. Out of sight, out of mind. Təbii ki, out of qoşa ofna yox, tək ofna verilir deyə cavab B variantıdır. 78-də the boy was so proud of sabit birləşmədir. Himself that he saw nothing around him. Burası artıq tərcümə ilə qoyulur ki, yəni o qədər fəxr eləyirdi ki, özünü ətrafında heç kimi görmürdü. Və cavab olur C variantı. 79-da Paul lives floor. Floor ondan olacaq. On the fourth floor of a big house ofdur. Burada tək ofdur. Qoşu of lazım deyil. D variantını çıxırıq. Floor of a house. Yəni evin mərtəbəsi. Yəlikdir deyə of qoyuruq. Far from. Bu da sabit birləşmədir və cavab olur Y variantı. Uh, 80-ci sualda I have read some Russian books on this subject. Bu sabit birləşmədir. On subject sabitdir. Besides the English books you gave me. Görürsünüz? Give me. İnsan obyekti ilə yanaşı olanda give boş işlənir və cavab olur Y variantı. 81-ci sualda famous for ilə işlənir və cavab D variantıdır. 82-də look at this picture şəkilə baxırsa, yəni görünüşə baxırsa, look at ilə işlənir. What does it remind you of? Remind of ilə işlənir, sabit birləşmədir və cavab olur A variantı. 83-cü sualda inform of ilə işlənir. Deməli, birinci boşluqda of olur. Arrival of the ship, yəni gəminin gəlişi. Gəlik halda yenə də of ilə olur və cavab C variantıdır. 84-cü sualda a piece, numerativ sözdə həmişə of ilə işlənir. A piece of rope. Katdakı, yəni kəslinsə, hansısa vasitədən istifadə edəndə with ilə verilir və cavab olur D variantı. Biz bilirik ki, o with-in iki mənası var. Birgəlik və vasitə. With-in ayıb, ona görə də D. .85-ci sualda to live by the river, çayın yanında yaşamaq bir düzdür. By nəqliyyat vasitəsi ilə ancaq birbaşa birləşirdi. 2 səhvdə 2-ləri çıxdıq. 3-də to be knocked down by a car, bu düzdür. Çünki burada by artıq nəqliyyat deyil. By burada məchuldur. Knocked down yəni ki vurulmaq, yəni maşın tərəfindən vuruldu, yerə yıxıldı da, adam o mənadadır. Burada məchul növdür. Məchul növdür nədir? To be işte ya participle to və by da veririk məchuldur. Ona görə də 3 düzdür. By burada nəqliyyatın vasitəsi, yəni vasitəsi ilə deməkdir. Sadəcə məchulun by'dır deyə götürüb. 4-dür niyə səhvdir? Çünki in nəqliyyatla birləşində ortada başqa söz gəlməlidir. Məsələn, in a car, in my car, in their car, yəni 4 səhvdir. Düzgün oldu. 1 və 3. By'ın da 6-7 dənə mənası var. Birincidəki mənası yanındadır, üçüncüdəki mənası passive by'dır. 86-cı sualda the shade ancaq inlə verilir, çünki hava şəraiti ancaq in olur, yəni biri çıxırıq. İkincidə to go out in the rain, bu düzdür, hava şəraiti inlə. To sit in the sun, o da düzdür, hava şəraiti inlə. To see a cloud at the sky yox, in the sky olur. Çünki bulut səmanın içindədir. Həmişə sky sözü inlə verilir.
Və cavab olur B variantı 1-3. 87-ci sualda leave abroad düzdür, biri götürür. Çünki abroad, here, bunlar söz önsüz işlənir. 2 də düzdür. Çünki leave həm söz önsüz olur, həm də for ilə ola bilər. Deməli cavab olur 1-2 D variantı. 3-də arrive home boş işlənməlidir. Çünki home sözünü qəbul etmir. At home ancaq ki stay at home, remain at home, to be at home formalarında ola bilər. 4-də səhvdir. Çünki to visit feil kimi olanda özündən sonra to qəbul eləmir. 88-ci sualda absent from düzdür, biri götürürük. On the phone olmalıdır, 2 səhvdir. Elektron cihazlar ondan işlənir. To watch a film on television olmalıdır, 3 getdi. Çünki elektronlar ondan olur. To be present at the lecture düzdür. Cavab olur 1-4. Absent from, present at. Sabit ifadələrdir. Əzbərləmək lazımdır. 89-da birincisi səhvdir. Take care of bir dənə ofla işlənir. 2-də to be good at olmalıdır. Good at, bad at. Atlə olur, inlə olmur. 3-də to be popular with parents, to be famous for a novel. 3-lə 4 düzgündür. Cavab olur Y variantı. Doksanıncı sualda depend on the weather, bir düzdür. Go on foot piyada, 2 düzdür. Consist of tək ofla olmalıdır, bu getdi. To be rich in ifadəsi də bu, amma of olmaz. Rich in olmalıdır, 4 də getdi. Yəni düzgünlər A variantı 1-2-dir. 91-ci sualda deməli enjoy-u from-la veriblər, amma yanlışdır. Enjoy sözün işlənəndir. 2-də o da yanlışdır. Çünki believe sözün işlənir. To believe the child, yəni believe ya birbaşa birləşir. I believe you ya da in-lə birləşir. I believe in you. Yəni da burada başqa şey ola bilməz. 3-də 3 düzdür. Çünki həm əldir isim kimi, həm də feil kimi verməkdir də. Yəni ötürmək. To hand the girl the plate, yəni boş qabı qıza vermək, boş qabı qıza ötürmək. To believe in something, bax bu da believe haqqında dediyimdir. Ya boş olmalıdır, ya da inlə olmalıdır. İndi cavablar oldu 3-4. İndi believe boş və believe in-in fərqini deyim. Əgər mən desəm ki, I believe you, bu o deməkdir ki, mən sənin düzgün danışdığına inanıram. Yəni sənə həqiqət və yalan baxımından, yəni inanmaq söhbətindən gedəndə I believe boş işlənir. I believe you o deməkdir ki, mən bilirəm ki, sən yalan danışmırsan, sən düz deyirsən və buna görə də sənə inanıram. Amma I believe in you deyəndə artıq burada yalandan gerçəkdən söhbət getmir. I believe in olanda mənası odur ki, mən sənin bacarıqlarına inanıram, bacarıram ki, sən nəyisə edə biləsən. Yəni, əslində, believe you deyirsən ki, sən yalancı olmadığına, həqiqi düzgün olduğuna inanıram. Amma I believe in you deyəndə sən o insana inamını ifadə edirsən ki, yəni onu həvəsləndirirsən ki, sən bunu bacarırsan, mən sənə inanıram. 92-ci sualda out of tək ofla olur, quş ofla ola bilməz. Biri çıxırıq, bir səhvdir. To be good ətlə olur, good at, bad at. 2-nə çıxırıq. 3-də make an impression on the teacher düzdür. Impression onunla işlənir. 4-də isə under the impression da düzdür. Yəni təsirat altında, yəni təsirlənmişəm, təsir altındayım mənasındadır. Yəni 3-lə 4 düzdür və cavab C variantıdır. 93-cü sualda visit. Visit isim kimi olanda to qəbul edə bilər. Ona görə bir düzdür. İkinci də an answer isimdir. Answer sözü isim kimi işlənəndə özündən sonra to olmalıdır. 2-də to yoxdur deyə 2-ni çıxırıq. 3-cü də monument to ilə qəbul işlənməlidir. Ona görə 3-ü götürür və cavab olur 1-3, yəni A variantı. 4-cüdə isə səhvdir. A key to a door olmalıdır. To. 94-cü sualda take part in-lə olur. 1 səhvdir, 1 getdi. Suffer from 2 düzdür. To stop at the traffic lights 3 düzdür. 4-də isə pain in nəsə hardasa ağrı olması in-lə işlənir. Under ola bilməz deyə o da səhvdir.